Bunların bəslənmə qaydası necədir məsələn? Bəslənmə qaydası rahat. Burada bir dənəsi çıxıb elə bir. Gəzir, şeylənir, bəh-bəh. 11 hə. Kimə lazım olsa bax belə cinslər. Bax sözdür. Hər zaman olur. Hə. Özün istədir də bunlar. Bunlar inşallah. Deməli qiymətlər bunlar 1 manatdan. Neçələr 1 manat. Aşağı. Neonlar 1 manat. Şubinkinlər 2 manat 50 qəpik. Bunlar 2 manat, jimçujlu yumru. Aşağı. Bunlar kalidoruslar 1 manat. 1 manat. Antitrus 1 manat. Sayıram, belə çaşdıracaqsan. Bura yeni açılmış bazardır. Məlumat verim ki dostlar, yəni bizi izləyən izləyicisi TikTok olsun, YouTube kanalı olsun, sosial şəbəkə üzərindən məlumatınız olsun. Bu bazarda hər bir çeşiddə balıqlar və balıq yemləri var. Deməli, bu bazara gəlmək üçün hər həftənin bazar günləri fəaliyyət göstərir. Deməli, 3-cü mikrorayon dairəsi istiqamət verəcəm. Köhnə Özbək bazarı, yəni köhnə bazarı üzbəyiz, bravo arxası. Gəlin, faydalanın. 15 manat, hə? Allah xeyir versin. Qəfəs qaşıq? Qəfəs qaşıq verərəm 40 manat. 40 manat, qəfəs qaşıq. Hər həftənin bazar günü, bax, gəlin bu bazara. Salam qardaş, xoş gördük. Qiymətləri bir də bizə deyərdinizə zəhmət olmasın. Karellalar 30 manatdır bunlar. Karellalar 30 manatdır. Aflaylar 10 manat. Popqaylar 10 manatdan. 10 manatdan 15 manata. Ay sağ ol. Amadinlər 10 manat. Amadinlər 10 manatdır. Sonra bu eynidir də bu da. Bu karellalar qəfəs qarşılıqlı 100 manat. Qəfəs ikisi cüt bir yerdə 100 manat ha. Ay sağ ol. Dovşanlar da 15'ə, 10'a, 20'ye, 20'ye. Ay sağ ol. Kamyaklar var 4'ə, 5'ə. 4'ə, 5'ə ay sağ ol. Domuzları 15 manat, 20 manat. 15 manat, 20 manat ha. Sonra bunlar Zariklər 3'ə, 4'ə. 3'ə 4'ə. Sonra balaca dovşanlar Balaca dovşanlar 10'a, 15'ə, 10'a, 15'ə, 13'ə. Maşallah burada balaca. Lan balaca. Buna bax gözələ. Qəşəng. Bunlar neçədən dedin? Bunlar 5 manat. 5 manat ha? Onlar 4'ə. 4 manat. Bunlar 4'ə, bunlar Ağlar var, buyruqlular 4 manat. bunların bəslənmə qaydası necədir məsələn bax? Bəslənmə qaydası rahat. Burada bir dənəsi çıxıb elə bir. Şeylənir, bəh-bəh. Tamam. Tutqaylar. Bunlar da eyni qiymətdir. Ona da var, 15'ə. Ona 15'ə. Bunlar 10 manat, bunlar 15 manat. Bunlar 15 manatdır, aysa. Gördüğünüz kimi bax. Üstərin bazar günləri xüsusi olaraq bax beləsinə yemlər və digər məsələn gördüyünüz balıqlardır, çeşidlərdir, hər birisi fəaliyyət göstərir, amma digər vaxtlar isə mağazalar fəaliyyət göstərir. Baxa bilərsiniz. Çöl bülbüllər aslında qiymətlər neçəyə? Ne bileyim, bunlar cütü 15 manat, olan biri 10 manat. Biri 10 manat bunlardır. Nə cinslərdir bunlar? Amerikan. Amerika qiymətlər neçədən başlayır? 600. 600 olsun. Gördüyünüz kimi. Əlaqə nömrənizi deyə bilərsiniz qardaşım. 077. 077 345. 341 345. 345 90 00 11. 11. Bax kimə lazım olsa bax 11 hə. Kimə lazım olsa bax belə cinslər. Bak sözdür. Hər zaman olur. Hətta var yenə əlavə. Lazım olsa satışdadır. Sən neçədir qiyməti? 200. Neçə? 200. 200. Özün istədir də bunlar. Bunlar Mağazalar neçə? O 600 yapar o zaman. Amerika. bir ola bilər də bazardan yəni Allah təhki müştəri yetirsin. Belə istəyər olsa əlaqə nömrənizi götürə bilərik. Olur. Sizlər nömrələr hə, nəvən başı qarşıyıb oxumur. Qiymət bir dənə əlaqə nömrənizi deyərdiniz. 050 370 73 92. Bax, təcili satılır. Yəni
Bu balaca məsəl üçün bax mikrodur. Nə qədərlidir bu? Neçə Neçə dəqiqə hal-hazırda 4 aylıqdır. 4 aylıq. Bunlar amma 3 aylıqdırlar. Bu mikrodur. Mikroların Hər zaman olur sizə hər belə? zaman olur. Sifariş işləndə istənilən eti gətiririk. Aç bir dənə əlaqə nömrəmi də zəhmət olmasa. 055 443 34 19. 34 19. Instagram səhifəmizdə Zol Nurxan. Ay maşallah. Hər həftə bazar günlərdə Biz hər gün buradayıq. hər gün. Hər gün buradayıq. İlk növbədə verilən suallar odur ki, sakit balıqlara nə qidası verək? Ki, daha rəngarəng olsun, daha böyük olsun və deyək ki, yaxşı qidalanma olsun, əsas da xəstəlik olmasın. Və ona görə mən sizdən çox xahiş edirəm. Qidanı düzgün qaydada verin və düzgün yerdən alın və baxın ki, yemin keyfiyyəti necədir. Mən sizə ilk növbədə göstərdim. Yem sayları çoxdur. Bunların hamısı bir-bir desəm bizim vaxtımız buna çatmaz. Sakit balıqlar üçün istədiyiniz üçün bu cür yemlər var. Bu orta razmerdə olan balıqlar üçün. Verirsiniz universal qaçışıqdır. Hər şey var tərkibində. Sarımsağından tutmuş otuna kimi, sarımsaq və otu sual verirsiniz ki, nəyə görədir? O daxili parazit üçün, təmizlənməsi üçün daxilinin onu verə bilərsiniz. Ondan əlavə olaraq da orta balıqlar üçün bu cür yemlərinizə təzə gəlir. Və ən çox istənilən sarımsaq yemi. Bütün daxili parazitdir, belə deyək, köpmənin qarşısını alan yemdir. Sonra orijinal diskus. Mən sizə orijinal diskusla diskus yemi var, ürək yemi. Gəlin mən sizə onun göstərim sizə. Bu bildiyimiz Türkiyədir. Bunun keyfiyyəti zəifdir və suyu qızardır. Amma bu orijinal Almaniyadır. Bunu verməmiz daha məsləhətdir. Onları baxanda siz fərqini hiss eləyəsiniz. Həftənin hər günü səhər tezdən saat 9-dan axşam saat 9-a kimi fəaliyyət göstərir. Bazarımız, bazar günləri burada bazar olur. Ondan başqa həftənin 6 günü də mağaza özü fəaliyyət göstərir. Səhər tezdən saat 9-dan axşam 9-a kimi. Məlumat verim ki, bazar günləri xüsusi olaraq bax gördüyünüz kimi satışlar bu qaydada hər yerdən gəlirlər bu bazara, zor bazara. Amma yəni mağazalar günün yəni başqa vaxtlarda, yəni həftəçi fəaliyyət göstərir. 2 manat, 1 manat, 5 manat, 3 manat. Deməli 2 manatdan 5 manata kimi. Bəli, 1 manatdan. 1 manat bunlardır. Maşallah olsun. Qalan da 5 manata, 3 manata. Ay maşallah. 5 plus 1'dir. Sonra belə yemlərimiz var. 60 manatdan düşüb 40 manata, 45 manata endirimdə. Qablarımızdır, endirimdədir. İt qablarıdır, 4 manata. Bəli, 20 kiloluqdur, 20 kilosu sağ salın 18 manat. Konservlərimiz endirimdədir, 1 manat 50 qəpikdən düşübdür 1 manat 20 qəpiyə. Maistik konservləridir. Çox yerlərdə 4 manatlı biz veririk 2 manat 50 qəpiyə. Petiko it konservləridir. 2 manat 60 qəpikdən 2 manata düşür. Paşetlərimizdir, cungli paşetləri. Biri ətdir, pişik üçün. Kakadu quşlarının yemidir. Otlava qiyməti 30 manatdır. Klitsker bizim şirkətin ən qabaqcıl yemlərindən biridir. Enjoy'dur, MyFood'dur. Türkiyə istehsal olmuş mallardır hamısı. Hamısı Türkiyədən gəlir. Petikolardır, ucuz və keyfiyyətli it pişik yemləridir. Pişiyimiz indi hal-hazırda yoxdur. Allah qoysa sabah gələcək. Qablardır. Strep yemləridir. Proteinli yemlərdir. Yəni proteini addelinə almırsınız. Bu yemin içində qarışığı var.
meyvə tərəvəz qarışığı. Nidokdur, ən ucuz yemlərdir. Həkimlərimiz məsləhət görür bunu çox vaxtı. Dəsmallardır, pampersdir, yuxarıda. Şeylər üçün, it üçün. Sonra belə bir apilkalarımızdır. Apilka. Açığı da var bunun, belə bağlayıcı şəkildə də gəlir. Yəni keyfiyyətli qiymətlərdir. Bizdə bazarda opta boydur bura. Əlaqə nömrələri olaraq qeyd Əlaqə nömrəsi 051 985 8919. Bu qaylar qiymətlər başlayır, məlumat verim sizə. Yəni 12 manatdan başlayır. Bu papuqaylarımızın cütü 180 manat. Deməli, bu papuqaylarımızın cütü 140 manat. Bu papuqaylarımızın cütü 70 manatdır. Çox gözəl. Sonra bax, məlumat verim. Bu papuqaylarımız cütü 70 manat. Sonra bax, bu hər zaman salim seçilən bizim bir papuqayımız var. Bunun da qiyməti 800 aldır. Yəni məlumat verir ki, burada bir-birlər 35 manatdan 100 manata kimi, yəni 100 manata yuxarı, babacılar 12 manat. Sonra bax, burada gördüyünüz kimi, digər cütüyü 350 manatdır. Bunların da cütüyü 50 manata. Yəni bu papuqayların cütüyü 80 manat, digər papuqaylarımız cütüyü 100 manat, və bu papuqayların cütüyü 70 manat. Bax, babacılar bu papuqaylarımız çox güzel. Bu əl quşudur, yəni papuqaylar, yəni sırf əldə həqiqətən tam çaydan hərəkət edir, 600 manatdır. Sonra burada xüsusi olaraq bax, deməli, bu papuqayımız 250 manat, bunların cütüsünü parodunu baş çıxanda bilirlər. Bunların cütü 180 manat, bax görünür 50 manatdır. Və Zor bazara gəldiniz, burada xüsusi olaraq papuqay və papuqay yemləri, yəni qəfəslər xüsusi olaraq hamısı satışdadır. Gəlin bu bazara, yəni bazar hər zaman fəaliyyət göstərir. Və keçək digər inşallah mağazalar sizə təqdim edək. Deməli, digər mağazalarımız gördüyünüz kimi, yəni mağazalar hər iki tərəfli fəaliyyət göstərir. Həftə içi hər birisi mağazalarımız fəaliyyət göstərir, amma həftənin bazar günləri isə xüsusi olaraq bax bu günlər həm papuqay yemləri, həm xırda papuqaylar da bazarda yəni razmerinə görə dəyişir. 1 manatdan yəni özü yuxarı. İnşallah